Bu yaxınlarda Türkiyəli iş adamı Mustafa Yiğit Zərən 600 milyon dolları mənimsəmək ittihamlarından hər cür cəhdlə özünü doğrultmaq istəsə də, hələlik heç bir nəticə əldə olunmayıb. Zərən hazırda dələduzluq cinayəti ilə bağlı beynəlxalq axtarışdadır. Yada salaq ki, Mustafa Zərən şəriki Böyük Britaniya vətəndaşı olan Azərbaycanlı biznesmen Fuad Hüseynli ilə birlikdə Rusiya bankının 600 milyon dollar oğurlamaq planı hazırlayıb və onu həyata keçiriblər. Əvvəlcə bank Rusneft traderi ilə xarici alıcılar arasında bağlanmış sövdələşmədə kreditor kimi çıxış edib və bu əməliyyatın qanuniliyini təmin etmək üçün vasitəçi kimi Zərənin maliyyə xidmətləri tələb olunurdu. Amma Mustafa və Fuad namizədlər zəncirindən istifadə edərək pulu öz hesablarına köçürüblər. Fırıldaqçılar sxemi nəticəsində sıravi mühasib Mustafa Zərən və onun az tanınan Zərən qrupu çox saylı bahalı aktivlərin, o cümlədən Türkiyənin ən böyük yanacaq holdinqi Alpetin sahibi olub. Fuad hələ yeni aktivlərini nümayiş etdirmir. O, 2024-cü ildə Azərbaycan Beynəlxalq Bankından 4,3 milyon dollar və 233 milyon rubl oğurlanması nəticəsində vurduğu ziyanı tam ödəməklə yalnız Moskvada həbsdən azad olunub. Zərən hazırda dələduzluq cinayəti ilə bağlı beynəlxalq axtarışdadır. Qeyd eləyək ki, 2 gün əvvəl Rusiya bankından 600 milyon dollar mənimsənilməsi işi üzrə Fuad Hüseynlinin digər şəriki Taras Kozaka cinayət işi açılması barədə xəbər də verilmişdir.